Değerli izləyicilər, dişlə bağlı həkimə müraciət eləməmişdən öncə mütləq bu prosedurdan keçin ki, sonradan başqa problemlə rastlaşmayasınız və videonu hər kəslə paylaşa bilərsiniz. Bu arada əlaqə nömrəsini xatırladıram: 070 335 65 25 Stimul Hospital. Bizim bu kanalımızda hal-hazırda diş müayinəsidir və hansı ki panoramadır. Dişlərin kökünü daha dəqiq görməsi üçün doktorumuz göndərib. Kista falan nə varsa onları biz görəcəyik və ehtiyac olduğu halda doktor təkrar göndərsə 3D implant üçün xanıma çəkilişini edəcək. Deməli, bu müayinələrin əsas önəmi odur ki, müayinə zamanı dişin kökündə olan problemləri görməyi və doktora yön göstərməkdir. Bəzən elə olur ki, uşaqlarda belə çəkilişimizin səbəbi odur ki, dişlərdə çıxan əyrilik və ehtiyac olduğu halda breketin qoyulması, yəni uşaqlarda dişə dəmir qoyulması üçün bu müayinələr çox vacib rol oynayır. Doktor tam dəqiqliyi ilə görə implantda belə çənə ilə dişin arasındakı məsafə ölçülür. Əgər uyğundursa, çənəyə implant təyin olunur. Bu sadəcə bizim bu görüntülərimiz doktora yön göstərmək üçün və dişlə olan, ağızda olan problemləri göstərmək üçün. Bu panorama çox ucuz bir müayinədir və demək olar ki, əksər həkimlərimiz panorama təyin edir dişin köklərinin daha dəqiq baxılması üçün. 3D olduğu halda o tam dəqiqliyi ilə görülməsi üçün o da panoramadan bir az yuxarı bir məbləğdir, amma yenə də sağlamlıq üçün o məbləği verməyə dəyər. Tam dəqiqliyi ilə yön göstərir, nəinki kör-körənə dişi girib nəsə bir problem yaratmaqdansa.